Axşamınız xeyir, həftənin şərhinə baxırsınız. Amnesty International Beynəlxalq Hüquqi Müdafiə Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struters Azərbaycanda 9 il həbs cəzasına məhkum edilən və buna görə etiraz əlaməti olaraq aprelin 1-dən aclıq aksiyası keçirən Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhətinin pisləşməsinə münasibət bildirib. Deyib ki, Tofiq Yaqublu illərdir Azərbaycan hakimiyyəti tərəfindən siyasi motivli təqiblərə və pis rəftara dözüb. Bu dəfə təkcə onun azadlığı deyil, sağlamlığı və həyatı da təhlükə altındadır. Onun vəziyyəti xeyli pisləşir və hər gün bu önəmlidir. Azərbaycan hakimiyyəti sırf hökuməti açıq tənqid etdiyinə görə həbs edilən Tofiq Yaqublunu dərhal və qeyd-şərtsiz azad etməli və təcili olaraq onun bütün zəruri səhiyyə xidmətlərindən istifadəsini təmin etməlidir. Yaqublunun oğlu Rəhim Yaqublu və digər fəallar ABŞ-da Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Tofiq Yaqublu və digər siyasi məhbuslara azadlıq şüarı çağırılıb. Tofiq Yaqublu! Tofiq Yaqublu! Tofiq Yaqublu! Tofiq Yaqubluya azadlıq! Tofiq Yaqubluya azadlıq! Tofiq Yaqubluya azadlıq! Tofiq Yaqubluya azadlıq! Siyasi məhbuslara azadlıq! Siyasi məhbuslara azadlıq! Siyasi məhbuslara azadlıq! Siyasi məhbuslara azadlıq! Jurnalistlərə azadlıq! Jurnalistlərə azadlıq! Jurnalistlərə azadlıq! Jurnalistlərə azadlıq! ABŞ prezidenti Tramp bəyan edib ki, əgər Tehran nüvə silahı proqramından imtina etməsə, İsrail İrana qarşı mümkün hərbi hücumun lideri olacaq. Tramp bu fikri ABŞ və İran rəsmilərinin bu həftə sonu Oman Sultanlığında keçirilməsi planlaşdırılan danışıqları ərəfəsində səsləndirib. O həftənin əvvəlində bu görüşlərin birbaşa olacağını bildirsə də, İran tərəfi bu danışıqları dolayı formatda qiymətləndirib. Əgər hərbi müdaxilə tələb edilərsə, bizim ordumuz hazırdır deyə Tramp vurğulayıb. İsrail bu prosesdə fəal iştirak edəcək və lider rolunda olacaq. Amma biz heç kimə tabe olmuruq. Öz qərarlarımızı özümüz veririk. Bəs Azərbaycanın qonşuluğunda müharibənin başlaması realdırmı? Siyasi şərhçi Elman Fəttahla danışmışıq. Trump özü də çox mühafizəkar bir liderdir. Respublikaçıları təmsil edir. Onsuz da respublikaçılar mühafizəkardır. Respublikaçıların belə ən mühafizəkarıdır. İsraili tam dəstəkləyən, tam İsrail baxış açısına sahib biridir. İrana nifrət edən biridir. İdeoloji baxımdan, dini baxımdan. Bu baxımdan bu dəfə 30 ildir belə deyək ki, gündəmdə gəzən İsrail, İran, daha doğrusu İsrail, Amerika, İrana qarşı və İranla hər hansı savaş məsələləri bəlkə də son 30 ildə ilk dəfə hal-hazırda xeyli real görünür, təəssüflər olsun ki. Bu bir çox aspektdən baş tuta bilər. Birincisi biz Trump Putin münasibətlərinə baxmış olsaq, Putinin əşhəd ehtiyacı var. Bu dəqiqə dünyanı məşğul edəcək ikinci bir mühüm müharibə cəbhəsinin açılmasına. Xatırlayırsınızsa, 2 il öncə Qəzza hadisəsində müharibə alovlandığı zaman Putin xeyli nəfəs aldı. Putin xeyli çətin vəziyyətdə idi. Ukrayna xeyli uğurlu əməliyyatları davam etdirirdi. Amma Qəzzada ikinci cəbhənin açılması Amerikanın diqqətinin Putinə qarşı diqqətinin ən azı 50-50-yə bölünməsinə səbəb oldu İsraili dəstəkləmək mövzusunda. İndi Putin-Trump münasibətlərinin xeyli yaxşı olmasını nəzərə almış olsaq, Putinin də ikinci cəbhənin, intensiv bir ikinci müharibə cəbhəsinin açılmasına ehtiyaclarını nəzərə almış olsaq, o zaman daha da real görünür ki, bəli, bu dəfə İsrailin timsalında Amerika-İsrail-İran müharibəsi baş vermiş olsun. Azərbaycan bu mümkün müharibədən necə təsirlənər? İştirakı mümkünsüzdür. Baxmayaraq ki, İsrail-Azərbaycan hərbi əməkdaşlığı ən yüksək səviyyədədir. Yaxud İranla Azərbaycanın xeyli problemləri var və s. Amma ortada Türkiyə faktorunu unutmaq olmaz. Türkiyə heç bir halda özünün ən yaxın müttəfiqinin İsrailin tərəfindən hansısa müharibədə fəal iştirakçıya çevrilməsinə susqun yanaşa bilməz. Xülasə, Türkiyə faktoru Azərbaycanın İsrail tərəfindən İranın
İrana qarşı müharibədə İsrailin hərbi platformu kimi iştirakını tamamilə istisna edir. Amma bütövlükdə isə poligona çevrilmə məsələsi, müharibənin fəsadlarını yaşaması baxımından isə Azərbaycan çox ağır fəsadlarını yaşaya bilər müharibənin. Əgər İsrail-İran müharibəsi ciddi xarakter almış olsa, klassik müharibə xarakteri almış olsa, bu o deməkdir ki, çox ciddi şəkildə qaşqın dalğası yarana bilər. Hansı ki, biz indi Ukraynada müşahidə edirik bu qaşqın dalğasını. QHT işi üzrə məsuliyyətə cəlb edilənlərin kim olduqları açıqlanıb. Hakimiyyət yönlü internet televiziyası Baku TV-nin yayımladığı materialda Əhməd Məmmədzadə, Qalib Bayramov, Aysəf Əhmədov, Nərgiz Muxtarova, Aytaç Ağazadənin adları çəkilir. Qalib Bayramov və Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə, Aysəf Əhmədov, Əhməd Məmmədzadə və Zamin Zəkiyev barəsində isə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Aytaç Ağazadənin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi üçün barəsində axtarış elan olunub. QHT işi ilə bağlı istintaqa çağırılan növbəti QHT rəhbəri Cəmil Hacıyev bu işlə bağlı həbslərdən danışıb. Hakim partiya və İlham Əliyev birbaşa olaraq hakimiyyətin öz ailəsinə ötürülməsində yumşaq bir keçidi təmin etməlidir. Və bu yolda da o istənilən vasitələrdən istifadə etməkdədir. Prezident aparatında özünü daha yaxşı iştikim göstərən Hikmət Hacıyev bu məsələləri xülasə edir. Qeyri-hökumət təşkilatlarının, qeyri-kommersiya təşkilatlarının fəlsəfəsinə uyğun olaraq layihələr həyata keçirirlər. Ölkəyə maliyyə vəsaitləri cəlb edirlər, iş yerləri açırlar. Bunun harası pisdir ki? Xalqı maarifləndirmək, xalqın hüquq və azadlıqlarını onlara izah etmək, hər hansı məsələlərdə onlara kömək etmək nə vaxtdan bir pis iş olub ki. Qanuna edilən dəyişikliklər nəticəsində xarici fondların Azərbaycanda qeyri-hökumət təşkilatlarına ayrıca maliyyənin yalnız və yalnız onların Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirdikdən sonra mümkün olması ilə bu məsələ daha da ciddi hala düşmüşdür və demək olar ki, heç bir qeyri-hökumət təşkilatı xarici fondlardan maliyyə vəsaiti cəlb edib hər hansı bir layihəni həyata keçirə bilmir. Qeyri-hökumət təşkilatlarının bu günləri ittiham olunmuş, onlar müəyyən vəsaitləri özünləşdiriblər. Ancaq bu vəsaitlər heç bir dövlət büdcəsinə aidiyyəti yoxdur. Onlar xarici donorların təşkilatlarıdır və ümumiyyətlə prokurorluq orqanları bu insanlardan nə istədiyi biraz anlaşılan deyil. Burada heç bir dövlət vəsaitinin mənimsənilməsindən belə söz gedə bilməz. Onlar hansılar ki, hakimiyyətin yanındadılar və mövcud hakimiyyətdə ləbbeh deməklə məşğullar və eyni zamanda xarici fondlardan da maliyyə vəsaiti alıblar. Amma onlar barəsində heç bir araşdırma və yaxud da ki, cinayət işi qaldırılmayıb. Mən özüm də neçə dəfələrlə xarici fondlardan maliyyə vəsaiti almışam. Bu günləri mənim barəmdə də prokurorluq orqanlarında aparılan araşdırmalar və mənə çağırış məktubları gəlir ki, bu məsələ ilə əlaqədar dəvət olunur. Amma ümumiyyətlə bizim fəaliyyətimiz qeyri-hökumət təşkilatlarının fəlsəfəsinə uyğun olaraq həyata keçirilmişdir. Biz aldığımız maliyyə vəsaitlərindən Maliyyə Nazirliyinə hesabat veririk. Biz aldığımız ölkəyə gətirdiyimiz maliyyə vəsaitləri ilə iş yerləri açırıq, vergiləri ödeyirik. Bugün görək ki, qeyri-hökumət təşkilatları agentliyi bizə bu şəraiti yaradırmı? Bəs bu qeyri-hökumət təşkilatları nə etməlidirlər? Qeyri-hökumət təşkilatları fəaliyyət göstərmək üçün hər hansı bir formada maliyyə vəsaiti əldə etməlidirlər ya yox? Keçmiş hərbi prokuror Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. Bu barədə təqdimat Milli Məclisdə müzakirəyə çıxarılıb, layihə səsverməyə çıxarılıb və qəbul edilib. Bunun ardınca Xanlar Vəliyev Milli Məclisdə and içib. Xanlar Vəliyevin adı hərbi qulluqçulara işgəncə verilməsi və onların qanunsuz azadlıqdan məhrum edilməsi ilə bilinən Tərtər işində təşkilatçılardan biri kimi çəkilir. Tərtər işi 2017-ci ilin may ayında baş verib. Bu zaman Azərbaycanda hərbçiləri kütləvi şəkildə həbs edərək işgəncələrə
təqiblərə məruz qoyublar və onlardan Ermənistanın xeyrinə casusluqla məşğul olmaları ilə bağlı etiraf tələb ediblər. 2017-ci ilin may-iyun aylarında Tərtərdə 500 nəfərdən artıq hərbçiyə ağır işgəncələr verilib. Nəticədə 10 nəfərdən çox hərbçi həyatını itirib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü partiya sədri Əli Kərimlinin mühafizəçisi Elnur Quliyevə 30 sutka həbs cəzası verilib. Bu barədə məlumatı partiyadan veriblər. Son 2 həftədə Əli Kərimlinin mühafizəçisi Kənan Baskal, sürücüsü Zaur Rızalı və digər mühafizəçisi Elnur Quliyev həbs olunub. Səkiyə avtomobil park edən sürücülər cərimələnəcəklər. Bakı şəhər Dövlət Yol Polis İdarəsi piyada səkilərində avtomobil saxlayan sürücülərə qarşı tədbirlərin gücləndirəcəyini açıqlayıb. Qurumun məlumatına görə bu qayda pozuntusu aşkarlandıqda sürücülərə 2 cərimə balı tətbiq olunacaq və 60 manat məbləğində cərimə yazılacaq. Bu həftəlik bu qədər. Növbəti həftə görüşərik. Hələlik.